Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə yeni çıxan test toplusundan Könül Məmmədovanın və Şölə Mirzəyevanın biologiya mövzuları üzrə sınaq toplusundan biokimya mövzusunun izahını verəcəm. Deməli, ilk öncə danışmaq istərdim bu kitab haqqında. Kitab bir neçə ayda çıxıb, amma çox gözəl, məntiqi suallar var. Kitabı həqiqətən çox bəyəndim. Könül müəllimənin də, Şölə müəllimənin də əllərinə, əməyinə sağlıq olsun. Çünki kitabda heç yerdə olmayan, məntiqi, biraz düşündürücü tipli məsələlər var. Bu da həm MİQ-ə, həm sertifikasiya hazırlaşan müəllimlər üçün, abituriyentlər üçün çox gözəl bir vəsaitdir. Kim istəsəm, sonra Könül müəllimənin nömrəsini yerləşdirəcəm, əlaqə saxlayıb kitab haqqında məlumat ala bilər. İndi gəlin biz biokimyanın izahını verim. Deməli, canlı orqanizmlərin kimyəvi tərkibi. Birinci sualımız uyğunluqla bağlıdır. Burada maqnezium verib, dəmir, yod, sink, kalsium və fosfor. Və biz buradakilara uyğunlaşdıranda maqnezium xlorofilin tərkib hissəsidir. Ona görə, deməli, xlorofil C-yə uyğundur, 1. Sonra, dəmir hemoqlobinin tərkibində olur, dəmir aid 2-yə. Hemoqlobin. Sonra 3 yod trioksin hormonunun tərkibinə daxildir. İnsulinin tərkibində sink elementi olur, 4. Qanın laxtalanma funksiyası kalsiumla bağlıdır, 5. Burada qaldı sümük toxuması. Sümük toxumasının tərkibində həm kalsium var, həm də fosfor. Ona görə hər ikisini götürə bilərik, 5 və 6. İndi baxaq cavablara. A2, B 5, 6, deməli bunlar çıxır, 5, 6, C1, D4, Y3 və F5. Cavabımız A variantıdır. İkinci suala. Canlıların qatılaşdırma funksiyasına əsasən şüalılar və kökayaqlılar ortaq olaraq ətraf mühitdə hansı kimyəvi elementin indikatoru rolunu oynayır? Canlılarda qatılaşdırma funksiyası o deməkdir ki, həmin canlıların tərkibində bu maddələrin miqdarı daha çoxdur. Hər ikisi üçün ortaq olan element kalsium elementidir. Çünki şüalılarda kalsium və stronsium idi, kökayaqlılarda barium və kalsium idi və bunların hər ikisində kalsium elementi var. Cavabımız D variantı. Üçüncü, hüceyrədə suyun miqdarı asılıdır. Nöqtələrin yerinə yazmaq olmaz. A. Orqanizmin növündən, bəli, orqanizmin növündən, yaşayış şəraitindən, hüceyrənin tipindən, funksional vəziyyətindən asılıdır. Ancaq Y variantına baxsaq, hüceyrənin hansı aləmə aid olmasından, biz buna deyə bilmərik ki, bu suyun miqdarından asılıdır. Bu cavab yanlış olar. Cavabımız Y variantı. Dördüncü sualda, 5 litr qanda plazmasında miqdarı maksimum olarsa, plazmanın miqdarı maksimum deyir. Deməli, qanda plazmanın miqdarı 55-60%-dir. Yerdə qalanlar isə formalı elementlərin payına düşür. Maksimum plazma göt deyirsə bizə 60%-lə hesablayacaq. O zaman yerdə 40% qalır. 5 litrin 40%-i bölünsün 100-ə. Tapırıq biz burada formalı elementlərin miqdarını. 20 bölünsün 10-dan 2 litr formalı elementlər var. Və bu formalı elementlərin tərkibində suyun minimum miqdarı. Hüceyrədə suyun minimum miqdarı 70%-dir. İndi gəlin 2 litr vurulsun 70%, bölünsün 100%. Buradan ixtisar aparsaq sıfırları, 14 bölünsün 10-dan cavab 1,4 litr. Deməli, 5 litr qanda 2 litr formalı elementlər var imiş və bu 2 litrin 1,4 litri suyun payına düşür. Cavabımız B variantı. Beşinci suala baxaq. Hansı boşluğa bütün ifadəsini yazmaq olar? Bütün duzlar hidrofildir. Xeyr, bəzi duzlar var ki, onlar çöküntü əmələ gətirirlər.
Ona görə hidrofil deyirlər. A variantı deyil. Bütün karbohidratlar hidrofobdur. Monosaxaridlər suda həll olurlar. Ancaq polimerlərin sayı artdıqca demişdik ki, karbohidratlarda suda həll olma qabiliyyəti azalır. Ona görə hamısı hidrofob deyə bir söz deyə bilmərik. Yanlışdır. Zülallar hidrofobdur. Bütün zülallar hidrofobdur. İfadəçisi də yanlışdır. Çünki bəzi zülallar suda həll olur, bəzi zülallar isə keratin zülalı məsələn suda həll olunur. D. Bütün yağlar hidrofobdur. Bəli, bütün yağlar suda həll olunur. Ona görə bu ifadəni doğru götürə bilərik. Bütün karbohidratlar hidrofildir. Xeyr, az öncə qeyd etdim ki, bəzi karbohidratlar, monosaxaridlər suda həll olur, hidrofildir, ancaq polimerlər suda həll olunurlar. 6. Atmosfer təzyiqi aşağı düşdükdə qanda və sümüklərdə kalsium miqdarı müvafiq olaraq necə dəyişir? 9-cu sinif dərsliyində bu haqda məlumatda yazılıb. Bu bilirsinizmi hissəsində. Orada qeyd olunur ki, sutka ərzində hava atmosfer təzyiqi düşərsə, kalsium sümüklərdən qana keçir. Bu zaman o deməkdir ki, qanda kalsiumun miqdarı artır. Ancaq sümükdə kalsiumun miqdarı azalır. Buna əsasən cavabımız qanda artar, sümükdə isə azalar. Cavab A variantı. 7-ci sualda verilənlərdən neçəsi biopolimerdir? Baxaq. DNT biopolimerdir, çünki nukleotidlərdən təşkil olunub. Sonra asparagen amin turşusudur. Bu aid deyil. Albumin zülaldır, polimerdir. Riboza monomerdir. Pektin polimerdir, karbohidratdır, mürəkkəb karbohidrat, glutamin də amin turşusudur. 3 polimerimiz var. Cavabımız C variantı. 8-ci sualda uyğunlaşdırmadır. Glukoza üstəgəl glikoza alınır, maltoza. Glikoza üstəgəl galaktoza alınır, laktoza. Glikoza üstəgəl fruktoza, saxaroz alınır. Deməli, buna uyğun olan A variantıdır. 9-cu sualda bəzi zəhərləri və ağır metalları özünə adsorpsiya edə bilən karbohidrat. Söhbət burada pektindən gedir. Və baxaq görək bu ifadələrdən hansı doğrudur. Selulozadır, yanlışdır. Glikozadır, xeyr. Süd şəkəridir, qamış şəkəridir, polisaxariddir. Bəli, pektin polisaxariddir. Cavabımız Y variantı. 10-cu sualda düzgün fikirləri seçin. Nuklein turşularının hidrolizi zamanı monosaxarid əmələ gələr. Bəli, bir nukleotidin tərkibi 3 hissədən ibarətdir. Azot əsası, karbohidratı və ortofosfat turşusu. Hidrolizi zamanı monosaxarid əmələ gələ bilər. 2. Hüceyrənin plazmatik membranında sərbəst halda polisaxaridlər yerləşir. Bu yanlışdır. Sərbəst halda yerləşmir. 3. Bitkilərdə hüceyrə divarı və ehtiyat qida maddəsi eyni polisaxariddən təşkil olunub, yəni ibarətdir. Yanlışdır. Çünki hüceyrə divarı bitkilərdə sellulozadır, ehtiyat qida maddəsi isə nişastadır. 4. Göbələk və heyvanlar aləmində xitinə rast gəlinir. Bu doğrudur. Çünki göbələklərin hüceyrə membranı, hüceyrə divarı xitindən təşkil olunub, heyvanlarda da buğumayaqıllarda tipində xitinə rast gəlinir. Cavabımız 1, 4. 11-ci sualda heyvanlarda dəri altında yerləşən 5 kiloqram pi toxumasında neçə kiloqram yağ var? Pi toxumasının 90% yağdır. O zaman 5 kiloqram vurulsun 90, bölünsün 100-dən 4,5 kiloqram. Cavabımız A variantı. 12. Əgər 150 amin turşusu qalığından ibarət bir zülal molekulunda maksimum amin turşu növünün iştirak etdiyini nəzərə alaraq, bir amin turşusu qalığı bu polipeptidin tərkibində maksimum neçə dəfə təkrarlanır? Deməli, 20 növ amin turşusu var hüceyrələrdə və bu 20 növün bizə deyir ki, hər biri iştirak edib və maksimum sayda amin turşusu iştirak edib. Yəni, 20 növün 20'si də var bu zülalın tərkibində.
və deyir ki, bir amin turşusu qalığı bu polipeptidin tərkibində maksimum neçə dəfə təkrarlanar? Deməli, biz bir növü maksimum götürəcəyik, digərlərini isə minimum. 19 növ amin turşusundan hər növdən bir ədəddir. Deməli, 19 növ amin turşusu var. Bir növ amin turşusundan isə 150-dən çıxacaq 19-u, 150 çıx 19 bərabərdir 131. Bir növdən isə 131 dənə ədəd amin turşusu var bu zəncirin tərkibində. 19 ədədindən hər birindən bir növdür, 19 növ eləyir. 20-ci növ, yəni bir növdən isə 131 ədəddir. Bunları toplayanda 150 amin turşusu edir. Cavabımız B variantı. 13-cü sual. Zülal molekulunun üçüncülü quruluşunda hansı amin turşusu disulfid rabitəsi əmələ gətirir? Kükürt sistein, kükürt tərkibli olan sisteindəki, bu da disulfid rabitəsinin əmələ gəlməsində rol oynayır zülalın üçüncülü quruluşunda. Cavabımız B variantıdır. 14-cü sual. İlk dəfə ilkin quruluşu müəyyən olunan zülalın tərkibində neçə amin turşu 2 peptid rabitəsinin əmələ gəlməsində iştirak edir? İlk dəfə ilkin quruluşu müəyyən olunan zülal, söhbət burada insulindən gedir. İnsulin 51 amin turşusundan təşkil olunub və 2 zəncirlidir. Birinci zəncirdə 21 amin turşusu var, ikinci zəncirdə isə 30 amin turşusu var. Amin turşuları zəncirə birləşəndə aralarında peptid rabitə yaranır və bu rabitələrin ilk amin turşusu və son amin turşularında bir ədəd rabitə olur. Ortada yerləşən amin turşuları isə 2 ədəd peptid rabitə yaradır. Məsələn, belə deyək, bu ilk zəncirin ilk amin turşusudur. Bu da sonuncu. İlk amin turşusu bir peptid rabitə, sonuncu da bir peptid rabitə. Amma ortada yerləşənlər 2 peptid rabitə yaratdılar. İndi 21 amin turşusu varsa bu zəncirdə, ilk və sonuncunu çıxarıq. 21-dən 2 çıxarıq, 19-u ortada yerləşir. 30 amin turşusu varsa, yenə bundan 2 baş və sondakını çıxarıq. 28 amin turşusu mərkəzdə yerləşir, orta hissəsində. Və bizə bunların cəmini istəyir. 19 üstə gəl 28 bərabərdir 47-yə. Cavablara baxaq. 47 C variantında var. Sonra 15-ci sualda 3 müxtəlif mRNT üzərində zülal sintezi gedir. Birinci mRNT-nin üzərində 5 ədəd ribosom, ikinci mRNT-nin üzərində 30 ədəd ribosom, üçüncü mRNT-nin üzərində 10 ədəd ribosom prosesi həyata keçirir. Zülal biosintezi proseslərinin sonunda cəmi neçə növ, neçə molekul zülal sintezi olunacaq? Ümumiyyətlə, translyasiya zamanı zülalın növ sayı məlumat RNT-sinin sayına bərabərdir. Bizdə 3 müxtəlif mRNT daxil olduğuna görə zülalın biosintezinə, deməli, burada 3 növ zülal alınacaq. 3 növ. Digər tərəfdən, hər bir RNT-nin üzərində müxtəlif sayda ribosom var. Əgər birinci mRNT üzərində 5 ədəd ribosom varsa, deməli 5 molekul ribosomun sayı qədər zülal sintezi olunacaq. Burada 5 molekul. Digərində 30 ribosom olduğuna görə 30 molekul. 5 üzərinə 30. Üzərinə 3-cü mRNT-də olan 10 ədəd ribosom, yəni 10 molekulu gəlirik, toplayırıq. Cavabımız 45 molekul. Deməli, cavab A variantı. 16-cı suala baxaq. DNT molekulunda adenin və timin nukleotidlərinin cəminin, guanin və sitozin nukleotidlərinin cəminə nisbəti 3-ün 1 olarsa, 1 bölünsün 3 olarsa, hidrogen rabitələrinin sayı isə A qədər olarsa, S nukleotidlərinin sayını necə ifadə etmək olar? Deməli, bunun həllini aşağıdan qeyd edim. Buradan yazacağım. Adenin üzərinə gəlinsin timin,
Sitozin üzərinə guanin bərabərdir 1 bölünsün 3-ə. Adenin timinə bərabərdir sitozin də guaninə. Burada timinin yerinə biz adenin də yaza bilərik. O zaman olacaq 2 adenin bölünsün 2 sitozin bərabərdir 3-də 1-ə. Bu ikiləri yenə ixtisar aparsaq, adeninin timinə sitozinə nisbəti 3-də 1 olacaq. İndi gəlin biz adenini buradan tapaq. Deməli, adenin bərabərdir olacaq 3-də 1 sitozinə. Bizim hidrogen rabitəsini tapmaq üçün düsturumuz var idi ki, hidrogen rabitəsi bərabərdir. Ya ümumi nukleotidlərin üzərinə sitozin və guanini gəlirdik, ya da ki 2 adenin üzərinə 3 sitozin. İndi biz burada 2 adeninin yerinə gətirib ifadəni sadələşdirib yazaq. 2 vurulsun 3-də 1 S üstə gəl 3 S sitozin. Sonra hidrogen rabitəsi bərabərdir 3-də 2 S ifadəni biraz sadələşdirək 3 S. Bunları toplayanda məxrəci də surəti də 3-ə vururuq sadələşdirməkdən ötürü 3-ə ortaq bölən kimi tapırıq 2S üstə gəl bunu da 3-ə vursaq 9S bərabərdir 3-də 11S. Bu hidrogen rabitələrinin sayıdır. İndi bizdə deyir ki, sitozin nukleotidlərinin sayını necə taparıq? Hidrogen rabitələrində biz tapdıq ki, 11S bölünsün 3 bərabərdir A-ya. Və buradan S-i taparıqsa, S bərabərdir 3A bölünsün 11-ə. Cavabımız S bərabərdir 3A böl 11. Baxaq, 3A böl 11 B variantında da. Həllini bir daha göstərim. 2 vurulsun 3-də 1-də bu. Burada yer az olduğu üçün 3-də 1 üstə gəl 3S. Növbəti suala keçək, 17-ci suala. Deməli, sitozin nukleotidlərinin iştirak etmədiyi DNT zəncirində. Bir zəncir çəkək. Burada sitozin yoxdur. Guanin var, adenin var və timin var. O zaman mRNT sintez olunur. Bunun da qarşısında mRNT-nin nukleotidlərini yazaq. Guaninin qarşısında sitozin, adeninin qarşısında urasil, timinin qarşısında adenin dayanacaq. Və bizə deyir ki, bu mRNT-dən sintez olunan zülalda amin turşu kodlaşdıra biləcək triplet növlərinin hər birindən bir ədəd iştirak edərsə, zülal zəncirinin maksimum uzunluğu neçə nanometr olar? 3 azot əsası burada var, 3 azot əsası isə DNT-də var. Bizdən amin turşu kodlaşdıra biləcək triplet növlərinin sayını deyir. 3 üstü, çünki zəncirdə biri yoxdur. 4 üstü 3 deyil. 3 üstü 3 sayda triplet əmələ gələr. 27. Və bu 27-nin zülal kodlaşdıranlarına baxaq. Kodlaşdırmayan budur. Digərləri isə kodlaşdıracaq. O zaman 27 çıxılsın 1 bərabərdir 26 triplet kodlaşdıracaq. Və 26 o zaman amin turşusu zülal zəncirinin maksimum uzunluğudur. 26 amin turşusu vurulsun 0,37. Çünki amin turşusunun uzunluğu 0,37 nanometrdir. Bunları da vursaq 9'dan %62 edir.
Cavabımız Y variantı. 18-ci sualdan. Hesab edək ki, DNT molekulunda yalnız 3 rabitə əmələ gətirə bilən nukleotidlər iştirak edir. Bu DNT molekulundan sintez olunan mRNA-dən neçə növ triplet amin turşularının kodlaşdırılmasında iştirak edə bilər? Deməli, bu hissədən yazıram 18-in həllinə. Yalnız 3 rabitə əmələ gətirən nukleotidlər iştirak edirsə, deməli bu zəncirin yalnız DNT-də 3 rabitə əmələ gətirən nukleotidlər adenin və timindir ki, zəncirin başında və sonunda gələr. O zaman adenin, timin komplementarını yazıram. Digər tərəfdən sonunda timin və adenin yenə yazıram. Yalnız 3 rabitə əmələ gətirənlər bunlardır. Digərləri yoxdur bu zəncirdə. O zaman bu DNT molekulundan sintez olunan mRNA-dən neçə növ triplet var? 2 növ nukleotid olduğuna görə 2 üstü 3-dən 8 triplet var. Və bu 8 tripletin 8 çıxılsın bir sayda kodlaşdırmayacaq. 7-si isə zülal kodlaşdıracaq. 7 kodlaşdıranlar sayını elə bizdən istəyir. Cavabımız 7. 19-da cədvəldə DNT molekulunun tərkibinə daxil olan bir nukleotid növü haqqında məlumata əsasən bu nukleotidin 100 ədəd olduğunu nəzərə alaraq molekulda adenin nukleotidlərinin sayını tapın. Baxaq cədvələ. Deməli, azot əsasının tərkibində oksigen atomunun sayı, və azot əsasının quruluşunda siklik halqa sayı, 2 ədəd siklik halqa olanlar adenin və guanin azot əsaslarıdır. Lakin adenin azot əsasında oksigen olmur. Ancaq guanində 1 ədəd oksigen olur. Bizə də bir oksigen atomu olan dediyinə görə, deməli, bu azot əsasımız guanindir. Və bunun sayı 100 ədəddir. Yazaq burada, guanin bərabərdir 100. O zaman bu molekulda sitozinin də sayı 100 ədəddir. Və DNT molekulunda hidrogen rabitələrinin sayını bizə verib. Hidrogen rabitəsi bərabərdir 700 ədəd. Düsturumuz belədir. Hidrogen rabitəsi bərabərdir 2 adenin üzərinə 3 guanin və yaxud sitozin. Burada da adenin yerinə timin də ola bilər. 2 adenin bərabərdir. Hidrogen rabitəsi çıxılsın 3 guanin. Buradan adenin bərabərdir. Hidrogen rabitəsi çıxılsın 3 guanin bölünsün 2-yə. Bərabərdir. 700-dən çıxırıq 3 vurulsun 100. 300-ü eləyir 400. 400 bölünsün 2-dən cavab 200. Deməli, bizdən adeninin sayını soruşurdu. Adenin də 200 ədədiymiş. 20-ci sualda. DNT-nin bir zəncirinin müəyyən hissəsində nukleotidlərin düzülüşü verilib. Bu hissənin transkripsiyasında iştirak edən nukleotidlərin növünə aid deyil. Zəncirin komplementarını yazırıq mRNA-də. Deməli, guaninin qarşısında sitozin, adeninin qarşısında urasil, timinin qarşısında adenin, guaninin qarşısında sitozin. İndi bu mRNA-nin nukleotidləridir. Bizə bu hissənin transkripsiyasında iştirak etməyəndir. RNT-nin adenin nukleotidi var. DNT-nin timin nukleotidi. DNT-də var timin nukleotidi. RNT-nin sitozin nukleotidi var. DNT-nin guanin nukleotidi var. RNT-nin guanin nukleotidi yoxdur. Deməli, cavabımız Y variantı. 21-ci sualda DNT molekulunun müəyyən bir hissəsində qurulan zaman 406 mol su ayrılıb. Biz bilirik ki, əgər n qədər molekul varsa, n çıxılsın 2 qədər su ayrılır. Burada əgər 406 mol su ayrılıbsa, yazırıq. N çıxılsın 2 bərabərdir 406-ya və n bərabərdir 408. Deməli, bu nukleotidlər 408 ədəddir DNT-də. Və DNT 2 zəncirli olduğuna görə 204 nukleotid
bir zəncirdə, 204 nukleotid isə bir zəncirdə var. DNT-nin bu hissəsindən sintez olunan mRNT-də triplet sayı. DNT-nin bir zəncirindən mRNT sintez olunur və bir zəncirində 204 nukleotid olduğuna görə bir triplet 3 nukleotidin birləşməsindən əmələ gəlir. 204-ü biz bölürük 3-ə. Tripletlərin sayını tapmaqdan ötürü. 204-ü 3-ə böləndə cavabımız 68 triplet eləyir. Və 68 tripletin biri zülalı kodlaşdırmır. 67'si kodlaşdırdığına görə 67 amin turşusu əmələ gəlir. İştirak edir. Bu 67 amin turşusu. İndi bizdə deyir ki, mRNT-dən sintez olunan zülal molekulunda amin turşu sayı. Tapdıq ki, Y 67-dir. X-da tapdıq triplet sayı 68-dir. Bizdən X üstə gəl Y-in cəmini istəyir. 68 üzərinə 67 toplayanda 135. Cavabımız A variantı. 22-ci suala baxaq. Deməli, X və Y-in nisbətinin 1 bölünsün 5 olduğunu bilərək seti tapın. Gəlin baxaq. Minimum 3 rabitə əmələ gətirən 2 siklik halqadan ibarət azot əsaslarına malik nukleotid sayı. DNT-də minimum 3 rabitə əmələ gətirənlər adenin və timindir ki, zəncirin başında və sonunda gəlir. Və bizdən 2 siklik halqadan ibarət dediyinə görə, deməli bu X adenin nukleotididir. İkinci, maksimum 5 rabitə əmələ gətirən bir siklik həlqədən ibarət azot əsaslarına malik nukleotid sayı. 5 rabitə maksimum əmələ gətirən guanin və sitozin nukleotidləridir ki, bunlar da zəncirin ortasında gələrsə 5 rabitə, zəncirin sonunda və yaxud başlanğıcında gələrsə 4 rabitə əmələ gətirir. 5 rabitə əmələ gətirirsə, deməli bu zəncirin ortasındaymış və bir siklik halqadan ibarət olan sitozin nukleotididir. Ümumi nukleotidin sayı 3 ədəddir. Deməli, yazırıq n bərabərdir 3000. Və bizdən hidrogen rabitələrinin sayını soruşur. X-in Y-ə nisbəti, yəni adenin bölünsün sitozin bərabərdir 1-in 5-ə nisbətinə. Gəlin burada nukleotidin sayını tapaq. Əgər bunu da X-la işarə eləsək, adeninin sayı qədər timin nukleotid olacaq. Deməli, o zaman adenin X-dırsa, timin də X-dır. O zaman 2X qədər bunların sayı eləyir. Sitozin 5X-dırsa, guanin də 5X-dır və 10X-da 3 rabitə yaradanların sayı eləyir. Bunları toplayanda 10X üstə gəl 2X bərabərdir 3000-ə. 12X bərabərdir 3000-ə. X bərabərdir 3000-i 12-yə böldükdə cavabımız 250 eləyir. Tapdıq ki, adeninin sayı 250-dir, timinin sayı da 250-dir. Sitozinin sayını tapmaqdan ötürü 250-ni vururuq 5-ə, 5-ə vursaq 1250, guaninin də sayı 1250. Və bizdən ümumi hidrogen rabitələrinin sayını istəyir. Da bərabərdir nukleotid sayı üzərinə gəlir sitozin və yaxud guaninin sayı. Nukleotidin sayını bizə vermişdi 3000 ədəd, üzərinə 1250-ni gəlsək 4250. Cavabımız B variantı. 23-cü sualda bir DNT molekulu 3 dəfə replikasiya etmiş, yəni 3 dəfə çoxalıb və bu zaman mühitdən 14000 nukleotid istifadə etmişdir. Gəlin baxaq ilk öncə DNT necə çoxalırdı. Bir DNT molekulundan 2-si yarandı, sonra 4-ü yarandı, sonra 8-i yarandı. 3 dəfə replikasiya elədim. Və 8 nukleotid yarandısa DNT molekulu. Bunun biri əvvəlki zəncirdir. Ona görə biz 8-indən çıxırıq birini, 7 zəncirə istifadə olunub bu 14000 nukleotid. 7 zəncirə 14000 nukleotid, 7 molekula daha doğrusu 14000 nukleotid istifadə olunubsa, bir zənciri, bir DNT molekulu üçün X qədər.
X bərabərdir 14.000 bölünsün 7-dən. Cavabımız 2000. Deməli, bir DNT molekulu üçün 2000 nukleotid lazımdır. Və həmin başdakı DNT molekulu da 2000 nukleotiddən ibarət imiş. Cavabımız A variantı. 24-cü sualda insanın 3 litr qanında minimum neçə litr su var? Plazma qanın 60%-ni təşkil edir. O zaman qanın 60%-ni plazma təşkil eləyirsə, gəlin plazmada olan suyu ilk öncə tapaq. 3 litr qanın plazmasını tapaq. 3 litr vurulsun 60 bölünsün 100-ə. Buradan sıfırları ixtisar aparırıq. 1,8 litr plazma var imiş. Və 60% plazmadırsa 3 litrin 1,2 litri də formalı elementlərdir. Formalı elementlərin minimum miqdarını suyun deyirsə 1,2-ni hüceyrənin minimum 70% sudur. 1,2-ni 7-yə vurub ona bölürük. Cavab eləyir 0,84 litr. İndi bizdən bunların cəmini istəyir. Sonra 1,8 litr plazmada da suyun miqdarını tapaq. Ümumi nə qədər su var hesablayaq. 1,8 litr plazmadan plazmanın da 90% su olur. 90% tapırıq. 1,62 litr. İndi burada bu da sudur. Bu da sudur. Toplayanda bu suları buradan yazıram. 0,84 litr üzərinə 1,62 litr bərabərdir 2,46 litr eləyir. Cavabımız D variantı. 25-ci sualda 90 qram glikozanın oksigenli parçalanması zamanı əmələ gələn suyun proton sayı qədər. Deməli, oksigenli parçalanma zamanı 180 qram glikoza parçalananda 42 mol su ayrılır. Və hər mol suda 10 proton olur. Deməli, o zaman 42 vurulsun ondan 420 proton var imiş. Və bizə 90 qram parçalandığına görə X proton. X bərabərdir 210 su protonu var imiş. Və bu protonun sayı qədər su DNT molekulunun sintezi zamanı ayrılıb. Deməli, DNT'nin sintezi zamanı 210 mol su ayrılıb. O zaman N çıxılsın 2, yəni nukleotidin sayından 2 ədəd əksik su alınır. 210'a bərabərdir. N bərabərdir 212. Bu DNT molekulunda 212 nukleotid var imiş. Və bizə deyir ki, bu DNT molekulunda hidrogen rabitəsi 242 ədəddir. Hidrogen rabitəsi bərabərdir 242-dən, nukleotid də bərabərdir 212-yə. 2 siklik halqaya malik azot əsaslarının sayı neçə olar? Yəni, sualımızda 2 siklik halqaya aid olan guanin və adenini soruşur. İndi baxaq. Hidrogen rabitəsi bərabərdir. Nukleotid üzərinə gəl guanin. Guanini buradan taparkən hidrogen rabitəsi 242-dən çıxarıq 212-ni. Cavabımız 30. Deməli, guaninin sayı 30 imiş. Digər tərəfdən nukleotidlərin sayını biz bilirik. O zaman buradan hesablayırıq adeninin sayını. Adenin bərabərdir 212 çıxılsın 30 guanin varsa 30 ədəddə sitozin var. Və çıxırıq 60'ı onların cəmini bölürük 2-yə. 212-dən 60 çıxanda eləyir 152. Bunu da 2-yə böləndə 76. Deməli, adeninin də sayı 76'dır. Guaninin də sayı 30'dur. Bizə bunların cəmini istəyir. 76 üzərinə 30 bərabərdir 106. Cavabımız C variantı. 26-cı sualda DNT molekulu verib
A və B. Deyir ki, iki siklik halqaya malik olan iki qat rabitə əmələ gətirən azot əsası. İki siklik halqaya aid olanlar adenin və guanindir. Və bunlardan iki qat rabitə əmələ gətirən adenindir. Deməli, bu adenindən söhbət gedir. Bu iki qat rabitə əmələ gətirmir. Sonra iki siklik halqaya malik olan üç qat rabitə əmələ gətirəndirsə, bu da guanindir. A guanindir, B adenindir. Və bizə deyir ki, cədvələ hansı variant doğrudur əsasən. Baxaq, A molekulu, yəni guanin, daha çox kodlaşdırıcı tripletə malik olar. Baxaq, adeninlə başlayan stop tripletləri xatırlayaq. Adenin, timin, adenin, timin, sitozin və adenin, sitozin, timin. 16 adeninlə başlayan triplet var və bu 16 tripletin 3'ü amin turşusu kodlaşdırmır. 13'ü isə kodlaşdırır. Ancaq guaninlə başlayan stop triplet olmadığına görə guaninin 16 tripletinin hər biri amin turşusu kodlaşdırır. Buna görə də A molekulu daha çox kodlaşdırıcı tripletə malik olar ifadəsi doğrudur. Cavabımız A variantı. Guanin 16 triplet amin turşusu kodlaşdırır, adenində isə 13. Sonra 27-ci sualda əgər DNT molekulunun sintezi zamanı ayrılan suyun kütləsi 107.964 qram olarsa, gəlin bunu molekula çevirək ilk öncə. 107.964-ü bölək suyun çəkisinə. Bunu bölsək 5998 mol su alınıb və hidrogen rabitələrinin sayını bizə verib. Deməli, burada N çıxılsın 2 bərabərdir suyun sayı 5998. Niyə N çıxılsın 2 yazdım? Çünki DNT-nin nukleotidlərinin sayından 2 molekul əksik su alınır. Və biz burada nukleotidin sayını taparıqsa, cavabımız 6000 edəcək. 2 bu tərəfə keçəndə. Hidrogen rabitələrini də bizə verib 8000. Bu molekulda minimum neçə nukleotid 4 rabitənin əmələ gəlməsində iştirak edər? Gəlin ilk öncə guanin və sitozinin sayını tapaq. Guaninin sayı bərabərdir. Hidrogen rabitəsi çıxılsın nukleotidin sayı. Yəni 8000-dən çıxırıq 6000-i bərabərdir 2000. 2000 guanin varsa 2000 sitozin var. O zaman adeninin sayı 6000 nukleotiddən çıxarıq 4000-i bölərik 2-yə. Cavabımız 1000. 1000 ədəddə adenin var bu nukleotiddə, DNT-də. Və deyir ki, 4 rabitənin əmələ gəlməsində minimum neçə nukleotid iştirak eləyər? DNT molekulu quraq. Minimum dediyinə görə, əgər adenin və timin zəncirin ortasında gələrsə, o zaman 4 rabitə əmələ gətirər. Amma zəncirin başında əmələ gələrsə, 3 rabitə əmələ gətirər. Biz burada baxırıq ki, guanin və sitozinin sayı çoxdur, 2000-dir. Və bizdən minimum 4 rabitə soruşduğuna görə, deməli, guanin və sitozin bu zəncirin, molekulun zəncirlərində ortada gəlib. Yəni, 5 rabitənin əmələ gəlməsində iştirak eləyib. Və minimum 4 rabitəni əmələ gətirənləri isə mərkəzlərdə, ortalarda yerləşən adenin və timinlərdir. Amma zəncirin başında yerləşən yenə adenin və timin. Çünki bunlar zəncirin başında və sonunda 3 rabitə əmələ gətirir. İndi bizdən 4 rabitənin əmələ gəlməsində iştirak edər deyir. 2000 nukleotid varsa, əgər 2000 guanin nukleotidi varsa, 2000 sitozin nukleotidi var. 1000 timin, 1000 adenin var. Zəncirin başında dedik ki, adenin və timindir. Ortasında isə guanin və sitozindir. Minimum neçə nukleotid 4 rabitəni əmələ gəlməsində iştirak edər? O zaman
adenin və timinin sayından çıxırıq 4 ədəd bu yuxarıda olanların sayını. 2000, yəni həm adenin, həm timinin cəmi 2000 nukleotiddir. Çıxırıq sonda və başlanğıcda olan nukleotidin sayını 4 ədəd. Cavabımız 1996. Deməli, bu molekulda 1996 adenin və timin nukleotidi 4 rabitənin gəlməsində iştirak edər. Minimum dediyinə görə, maksimum desəydi, o zaman biz guanin və sitozinlərlə sayını hesablayacaqdıq. 28-ci sualda. Tərkibində 600 hidrogen rabitəsi olan DNT molekulunda 150 adenin var. Deməli, 150 ədəddə timin var. Bu molekul 3 dəfə replikasiya edərsə, mühitdən neçə guanin nukleotidi istifadə edər? Guaninin sayını tapaq. Guanin bərabərdir. Hidrogen rabitəsi çıxılsın. 2A adenin bölünsün 3-ə. Buradan 600 çıxılsın. 300 3-ə böləndə edir 100 ədəd. Və bu 3 dəfə replikasiya eləyib bu DNT. Bir dəfə replikasiya edəndə 2 DNT alınır. Sonra 4, sonra 8. 8 DNT molekulunun birincisi ilk molekuldur. Onun tərkibində guanin var 100 ədəd. 7-si isə 8 çıxılsın 1. 7-si isə sonradan ətraf mühitdən guanin özünə birləşdirib. Deməli, bir molekul üçün 100 ədəd guanin varsa, 7 molekul üçün 7 vurulsun 100-dən 700 ədəd guanin lazımıymış. Cavabımız C variantı. 29-cu sualın izahına baxaq. DNT zəncirinin müəyyən bir hissəsində adenin nukleotidinə rast gəlinir. Gəlin, molekul çəkək. Bu hissədə tutaq ki, adenin yoxdursa, bunun qarşısına timin də olmayacaq. Nukleotid növlərinin sayı bir-birinə bərabər olarsa və hidrogen rabitələrinin sayı 640-dır. Bu zəncirdə neçə kod tripleti olar? Deməli, sitozini var, guanini var, timini var. Adenin olmasa belə, zəncirin, həmin zəncirdə timin ola bilər. O zaman bunun qarşısında da adenin var, sonra sitozin var və guanin var. İndi baxırıq ki, birinci zəncirdə adenin sıfırdırsa, timin də sıfırdır. İkinci zəncirdə timin də sıfırdır. Birinci zəncirdə adenin x qədərdirsə, timin də ikinci zəncirdə onun qarşısında x qədərdir. Birinci zəncirdə sitozin x qədərdirsə, ikinci zəncirdə guanin də x qədərdir. Yəni, onun sayına bərabərdir. Sonra, birinci zəncirdə guanin x qədərdirsə, ikinci zəncirdə sitozin də x qədərdir. Bu deməkdir ki, baxın, indi birinci zəncirdə də sitozin var, ikinci zəncirdə də var. X qədər, burada da x qədər. Toplayanda bunlar sitozinin sayı 2x edir. Sitozin 2x-ə. Guanin də bərabərdir 2x-ə. Bir-birinə komplementardır. Adenin və timin isə x-ə bərabərdir. Çünki bir zəncirində adenin olmadığına görə, digər zəncirdə də timin olmayacaq. İndi biz nukleotidlərin sayını hesablayaq. Nukleotid bərabərdir bunların hamısının cəmi. X adenin üstə gəl x timin, üstə gəl 2x sitozin və 2x guanin. Toplayanda edir 6x. Deməli, 6x qədər nukleotidimiz var. İndi biz buradan hidrogen rabitələrinin sayını bizə verib 640. Guaninin də sayını biz bilirik ki, sitozinin də sayı 240-dır. Gəlin buradan hesablayaq. Hidrogen rabitəsi bərabərdir. Nukleotid üzərinə gələk S. Nukleotidin sayı 6x-dır. Sitozinin də sayı 2x-dır. Üzərinə gəlirik 2x-ə. Edir 8x. 8x bərabərdir 640-a. X bərabərdir 80-ə. Deməli, 80 adenin nukleotidi var. 80, çünki bir-birinə sayı deyir, bərabərdir zəncirdə olan digərlərinin sayı. O zaman 80 timin olacaq bu molekulda. 160 molekuldan söhbət gedir.
sitozin və 160 guanin olacaq. İndi bizdən deyir ki, bu zəncirdə neçə kod tripleti olar? 80 nukleotid varsa, hər nukleotid 3-3 birləşir. O zaman 80 vurulsun 3 bərabərdir 240 triplet nukleotid. Çünki burada 3'e niyə vurdum? Sitozin, guanin və timin var. Adenin yoxdur. 3 hər birindən 80 ədəddir. Sitozindən də 80, guanindən də, timindən də. Və bu da edir 240 nukleotid. Deməli, bir zəncirdə 240 nukleotid var. Və bu 240 nukleotidin özü də bərabərdir 80 tripletə. Cavabımız B variantı. Otuzuncu suala baxaq. Deməli, DNT molekulunda guanin və sitozin nukleotidlərindəki azot əsası və fosfat turşusu qalıqlarının cəmi adenin və timin nukleotidlərindəki monosaxaridlərin cəmindən 200 vahid azdır. İlk öncə nukleotidin quruluşuna nəzər salaq. Deməli, azot əsası, sonra karbohidrat və orta fosfat turşusundan ibarətdir. Bizdə guanin və sitozin nukleotidi deyirsin və bunların azot əsası ilə fosfat turşusu qalıqlarının cəmini nəzərə alıb. Tutaq ki, bu guanin nukleotididir. Bunun bir nukleotidə 2 pay götürürük. Bir azot əsası, bir də orta fosfat turşusu. Yəni, x qədər guanin nukleotidi varsa, 2x qədər karbohidratla azot əsası eləyir. Həmçinin sitozin də x qədərdirsə, o zaman 2x qədər bunların orta fosfat turşusu ilə azot əsası eləyir. Toplayanda 2x-ləri bunlar eləyir 4x. Və bunların cəmi bizdən deyir ki, yəni guanin üstəgəl sitozinin azot əsası və orta fosfat turşusunun cəmi dedik ki 4x-dir. 4x adenin və timin nukleotidlərindəki monosaxaridlərin cəmindən 200 vahid azdır. Adenin və monosaxarid deyəndə, yəni adenində və timində olan karbohidratı nəzərdə tutur. O zaman adenin sayını biz əgər y ilə işarə etsək, adenin bərabərdir y-ə, həmin karbohidratın da sayı y-ə bərabər olacaq. Timin də bərabərdir y-ə. Bunların da cəmi 2y eləyəcək. Yəni, həm adenin, həm timində 2y qədər karbohidrat var. Və bunların cəmi 200 ədəd bundan çoxdur. Deməli, belə yazaq. 2y çıxılsın 4x, yəni guanin və sitozinin sayı, bu adenin və timinin sayıdır. Karbohidratının sayı bərabərdir 200-ə. Çünki 200 ədəd çoxdur bu. İndi buradan ifadəni sadələşdirsək, hər tərəfi 2-yə bölsək, y çıxılsın 2x bərabərdir 100-ə. Sonra bunu y-i tapmaqdan ötürü buradan y bərabərdir, yəni adenin bərabərdir 2x üstəgəl 100 olacaq. İndi gəlin, bu x-də guaninin yerinə yazmışam. Buradan hidrogen rabitələrinin sayını hesablayaq. Oradan yazın. Bu hissədən yazıram. Tapdıq ki, adenin bərabərdir, yəni y-in sayına və y-lə işarə etdiyimizə görə 2x üstəgəl 100-ə. Və digər tərəfdən hidrogen rabitələrinin sayı bərabərdir 2 adenin üstəgəl 3 guaninə. Gətirək 2 adenin yerinə bu ifadəni yazsaq əgər biz. Hidrogen rabitəsi bərabərdir
2 vurulsun 2x üstə gəl 100 üstə gəl 3 guaninin yerinə x yazaq. 4x üstə gəl 200 üstə gəl 3x bərabərdir 550. Hidrogen rabitələrinin sayı bərabərdir 550-yə. Toplayanda x-ları bir tərəfə toplayanda 7x bərabərdir 200-də keçirik bu tərəfə 350. X bərabərdir 50. Tapdıq ki, guaninin sayı x ilə işarələnmişdik. Ben yuxarıda yazmışam. Guaninin sayı x idi. Deməli, x 50 ədəddir. Sitozin də 50 ədəddir. O zaman guanin nukleotidində deməli 2 ədəd azot əsası bir ədəd də ortofosfat olduğuna görə bunların cəmi 2 eləyirdi. 100 ədəd bunlardan var. Sitozində də 100 ədəd. 400 eləyir. İndi gəlin biz buradan adeninin sayını tapaq. Digər tərəfdən tapdıq burada adeninin sayını hesablayanda hidrogen rabitəsi bərabərdir 2 adenin üstə gəl 3 guanindən adenin bərabərdir hidrogen rabitəsi çıxılsın 3 guanin bölünsün 2-yə. Tapırıq ki 550 hidrogen rabitəsi çıxılsın 3 guanin 150 bölünsün 2-yə bərabərdir 400 bölünsün 2-dən cavabımız 200. Deməli, adeninin də sayı 200 ədədiymiş. Və bizə iri ölçülü nukleotidlərin cəmini tapın deyir. İri ölçülülər adenin və guanindir. Adenin və guaninin cəmini istəyir. 50 üstə gəl 200 cavabımız 250. Cavab D variantı. Birinci sualda verilənlərdən neçəsi hüceyrə tənəffüsündə bilavasitə iştirak edə bilər? Glikoza, fruktoza, maltoza, saxaroza və glikogen. Baxırıq ki, bizdə hüceyrə tənəffüsündə iştirak edən monosaxaridlər idi. Glikoza və fruktoza monosaxariddir. Bunlar iştirak edə bilər. Ancaq disaxaridlər və polisaxaridlər birbaşa hüceyrə tənəffüsündə iştirak edə bilməz. Ona görə cavabımız 2. 32-ci sualda. Əgər DNT molekulunda guanin və sitozin arasında olan hidrogen rabitələri ümumi hidrogen rabitələrdən 60%-ni təşkil edirsə, deməli, guanin və sitozin 60%-dirsə, o zaman adenin və timinə qalır 40%. Deməli, bu molekulda 60%, yəni 3 hidrogen rabitəsi 60% eləyir. O zaman buradan belə bir nəticəyə çıxırıq ki, adenin, timinin və guanin, sitozinin sayı bərabərdir nukleotidlərin. İndi baxaq, bütün növ nukleotidlərin sayı bərabərdir. Bəli, doğrudur. Elə A variantıdır cavabımız. 33-cü misala baxaq. 33-ü həminə buradan yazıram. DNT molekulunun bir zəncirində 30 adenin var. Tutaq ki, bir dənə molekul çəkirəm. 30 adenin burada varsa, o zaman 30 timin də burada var. Və 60 timin nukleotidi var. Bu deməkdir ki, həmin zəncirdə burada 60 timin nukleotidi var imiş ki, bunun da qarşısına yenə 60 ədəd adenin var. Komplementarlıq prinsipinə əsasən. Və deyir ki, əgər molekulun bu hissəsində hidrogen rabitələrinin sayı 480 olarsa, bu molekulda maksimum 5 rabitə əmələ gətirən nukleotidlərin sayı neçə olar? Maksimum 5 rabitə əmələ gətirənlər sitozin və guanini istəyir bizdən. Bunların sayını istəyir. O zaman bizim belə bir düsturumuz var idi ki, hidrogen rabitəsi bərabərdir 2A üstə gəl 3Q-yə. 2A-nın qiymətini deməli hesablayanda
60 bu zəncirdə, 30 bu zəncirdə, 90. 3Q bərabərdir, düsturdan çıxaraq 3Q-nü, 2A. O da bərabərdir, Q bərabərdir, hidrogen rabitəsi çıxılsın, 2A bölünsün 3-ə. Bərabərdir, 480 çıxılsın, 30, 60, 90 adenin var, 90'ı 2'ye vuranda 180. Bölünsün 2'ye. Tapdıq guaninin sayını 300 bölünsün 2'dən 150. Guanin bərabərdir 150'ye. O zaman burada $480 çıxılsın. 3'e bölürəm. Burada 2'ye bölmüşəm, çaşıb. 100. Guanin bərabərdir 100'ə. Bağışlayın. Burada 3 yazmışam, burada 2. 480'dən 180 çıxırıq 300. 300'ü 3'e bölürük. Cavabımız 100. Guaninin sayı 100'dürsə, sitozinin də sayı 100 ədəd tapdıq. İndi bizə deyir ki, cəmini istəyir. 100, bu da 100, 200. Cavabımız B variantı. 34-cü sualda. DNT molekulunda cəmi 1504 ədəd hidrogen rabitəsi var. Və molekulun bu hissəsində 4 rabitə əmələ gətirən nukleotidlərin olmadığını nəzərə alırıq. 4 rabitə əmələ gətirən nukleotidlər, zəncir çəkək, əgər ortada adenin və timin əmələ gətirir və guanin və sitozin isə başda gələndə əmələ gətirir. 4 rabitə əmələ gətirən yoxdursa, deməli adenin, guanin və sitozin başda və sonda gəlmir. Mərkəzdədirlər. Adenin və timin isə ilk və sonda gəlir. Çünki bu zaman bunlar 3 rabitə əmələ gətirir. İndi gəlin baxaq. Molekulun bu hissəsinə 4 rabitə əmələ gələn nukleotidlərin olmadığını nəzərə alırıq və 4 adenin və timin var. 1504-dən bunlar arasında 2 dənə hidrogen rabitəsi var. 4 rabitəni çıxırıq. 1504 çıxırıq adenin və timin arasında olan rabitələri. 4 bərabərdir 1500-ə. Bu 1500 ədəd hidrogen rabitəsi guanin və sitozinin payına düşür. Guanin və sitozin arasında 1500 dənədir. Və bir guanin və sitozin arasında 3 hidrogen rabitəsi olduğuna görə 1500 hidrogen rabitəsini böləcək 3-ə. Bərabərdir 500 guanin və ya sitozin. Bizdən sitozin nukleotidlərin sayını istədiyinə görə cavabımız 500 olacaq. 35-ci sualda. Kütləsi 2868 olan zülal molekulunda radikalın kütləsi 50 qram olarsa, radikalsız hissədən neçə ədəd oksigen aldığını müəyyən edin. İlk öncə deməli yazaq. Amin turşusunun quruluşunu çəkirəm və radikaldan ibarətdir. Bu radikalların cəmi 50-dir. Yerdə qalır amin qrupunun kütləsi. Əgər burada 2868 buzul alan kütləsi idisə, biz radikalların kütləsini buradan çıxırıq. Amin qrupunun kütləsini tapırıq. 2818 amin qrupudur. Və hər bir amin qrupu birləşəndə oradan 18 molekul su ayrılır. Birindən hidrogen, birindən OH çıxır. Ona görə 56N, yəni 56 bunların su çıxdıqdan sonra qalan çəkisidir. 56N çıxılsın 18 bərabərdir 2818-ə. 56N bərabərdir 18 çıxanda 2818-dən eləyir 2800. N bərabərdir 2800-ü 56-ya böləndə 2-yə ixtisar apararıq. 28-yə ixtisar apararıq 250. 50 amin turşusu var burada. Turşusu.
İndi bizdən deyir ki, radikalsız hissədə neçə ədəd oksigen olduğunu hesablayın. Radikalsız hissədə, yəni söhbət bu hissədən gedir. Bunlar hər biri birləşəndə birindən H, birindən OH çıxır. Hər birində OH çıxdığına görə bu hissə bir ədəd oksigen qalır. Lakin sonuncu hissədə OH qrupundan H çıxdığına görə COO qalır. 2 oksigen qalır. Ona görə 50 amin turşusunun 49'unda bir ədəddir oksigen, sonuncuda 2 ədəddir. Üzərinə gəlirik. 2'ni 51 oksigen var. Cavabımız B variantı. 36-cı sualda. DNT molekulunda 3 ədəd rabitə yaradan pentozaların sayı. 3 ədəd rabitə yaradan DNT molekulunu çəkək. Deməli, zənciridir. Bu birləşib özünün ribozası orta fosfat turşusuna. Digər zəncirdə də, həmin zəncirdə də digər nukleotidi çəksək, həmin bu orta fosfat turşusu ilə yuxarıdakının karbohidratı rabitə yaradıb. O zaman en qədər əgər molekulda, zəncirdə en qədər nukleotid varsa, onun en çıxılsın bir qədər pentoza 3 rabitənin yaranmasında iştirak eləyib. Digərləri isə sonuncu bir ədədi və 2 zəncir olduğuna görə, deməli, en çıxılsın 2, yəni sonuncu nukleotid, belə deyək, 1 rabitə pentozası 2 rabitə yaradır. Digərləri isə 3 rabitə. Baxın, 1, 2 və özündən aşağıdakı ilə 3. 1, 2, 3. Amma bu sonuncuda artıq 2 rabitə yaranıb. En çıxılsın 2 bərabərdir 300-ə. O zaman n bərabərdir 302-yə. Deməli, bu DNT-də 302 ədəd nukleotid var imiş. Və bizə deyir ki, hidrogen rabitələrinin sayı. Yazaq, hidrogen rabitəsi bərabərdir 382-yə. Deməli, biz buradan əgər guaninin sayını tapsaq, bizdən deyir ki, 3 qat rabitələrin sayının 2 qat rabitələrin sayına nisbətini soruşur. O zaman hidrogen rabitələrinin sayından çıxarıq nukleotidlərin sayını. 382 çıxılsın 302 bərabərdir 80. Deməli, guanin də bərabərdir 80-ə, sitozin də bərabərdir 80-ə. İndi adeninin sayını tapaq. Adenin bərabərdir nukleotidlərin sayı 302 çıxılsın 80 vurulsun 2. Yəni, guanin və sitozinin cəmi 160 bölünsün 2-yə. Buradan da tapırıq adeninin sayını 70 1. Adenin də tapdıq 71. İndi bizdən 3 qat rabitələrin sayını deyir. Guaninin sayı 3 qat rabitənin sayına bərabərdir. O zaman 83 qat rabitə var. Adenin də sayı 2 qat rabitələrin sayına bərabərdir. 80 guanin idi, 71 də adenin. O zaman 80 və 71. Cavabımız A variantıdır. 37-ci suala baxaq. Deməli, hidrogen rabitələrinin sayını bizə verib A ilə və A çıxılsın B 102-dir fərqi. Və bizdən X istəyir, guanin nukleotidini. Nukleotidlər arası kovalent rabitənin sayı B-dir. O zaman biz nukleotidlər arası kovalent rabitəni bizə veribsə,
Biz bu DNT-də molekulunda nə qədər nukleotidi tapmaq üçün n bərabərdir nukleotidin sayı. B üstəgəl 2 ədəd olacaq. Və biz buradan guaninin sayını da tapmaqdan ötürü hidrogen rabitəsi çıxılsın, nukleotidin sayını hesablayırıq. A çıxılsın B bərabərdir 102 olarsa, A çıx B bərabərdir 102-yə. O zaman A bərabərdir, gəlin B-ni keçirdək bu hissəyə. B üstəgəl 102-dir. Aparıb ifadənin yerinə yazsaq. Burada. B üstəgəl, yəni A-da da hidrogen rabitəsi 102 çıxılsın. Nukleotidin sayı isə B üstəgəl 2 bərabərdir. Buradan bunları açsaq, B müsbət, B mənfi gedəcək. 102-dən də çıxacaq 2-ni. Cavabımız edir 100. Deməli, guaninin sayı 100 imiş. Bizdən də guaninin sayını istəyirdi. B variantı. A-nı ifadəsini buradan tapırıq. A bərabərdir. B üstəgəl 102-yə. Kovalent rabitənin sayını veribsə, nukleotidin də sayı olur. N bərabərdir. B üstəgəl 2. Buradan da ifadələri gətirib yerinə qoysaq, guaninin sayını tapırıq 100. 38-ci sualda 3 növü olan nuklein turşusu, yəni RNT-dən söhbət gedir. Ribosom RNT-si, nəqliyyat RNT-si və məlumat RNT-si. Cümləni tamamlamayan variantı seçin. DNT üçün matrisadır. Xeyr, DNT bunlar üçün matrisadır. Bu yanlışdır. Deməli, tamamlamayan buymuş. Zülaz biosintezi üçün matrisadır. Doğrudur. mRNT matrisadır. 2 membranlı organoidin daxilində ola bilər. Həm mitoxondrin, həm də xloroplastın daxilində olur DNT və RNT. Sonra digər variantlarına da baxaq. D variantında deyir ki, hidrogen rabitəsinə malik ola bilər. Bəli, nəqliyyat RNT-sində yonca yarpağı kimi vurulmuşdu və orada hidrogen rabitələri var idi. Nüvədə ola bilər, bəli, hər üçü DNT-dən nüvədə sintez olunur. 39-da hemoglobin zolalı haqqında yanlış ifadəni seçin. Dördüncülü quruluşa malikdir. Doğrudur. Tərkibinə qeyri-zülali komponent daxil ola bilər. Bəli, daxildir. C variantı. Tərkibində qeyri-zülalı hissə hem adlanır. Bu da doğrudur. Hem pigmentindən və zülaldan ibarətdir. D. Nəqliyyat funksiyasını həyata keçirir. Bəli, oksigenin daşınmasında hemoglobin iştirak etdiyinə görə bu zülalı nəqliyyat funksiyasına aiddir. Y variantı. Bir molekulu özünə 2 oksigen birləşdirir. Hemoglobin mürəkkəb quruluşlu bir zülaldır və 4-cülü quruluşa malikdir. Və hər bir molekulu özünə 4 oksigen birləşdirir. Ona görə cavabımız Y variantıdır. 2 oksigen birləşdirir ifadəsi yanlışdır. 40-cı. Ən böyük amin turşu zəncirinə malik olan titin molekuludur. Əzələdə olan 38138 atom kütlə vahidi idi çəkisi. Deməli, 40-cı sualda cavabımız C variantı.